Bir salamı hamıya getirmək istəyirəm. Amma bir vacib nüans var tərcih edənə. Birinci bu, İngilis məktəbi var yalnız, indi gəlirsin, təhsil edəmsin, özünü sakitləşdirsin. Landau məktəbi var, Montenegro, biz onun yanına gəlin indi. Nədən təhsil edəmsin? Gedirdim, həmişə görürsün, nəzərini qoymuyordu, xanımı sağışsın. Dinlər qoymuyordu. Bax, məmnunum da, demək. Sən dedin. Demək, o Landau məktəbi kimi məktəblər var, orada ili 10.000 din, yəni bu, bəlkə uşaq elə heç xaricdə gəlib oxuyamayacaq, ya da texniki fənni seçəcək, məsəl. İndi bu, o boyda pulu israf eləmək, ildə nəysə dəhşət. Sonra, Eşot Miri deyib ki, onun qızı 11-ci sinifdə 6 ay İngilis dilindən kursa gedir, kursa. Mənim Amerikada da 10 neçədən ingilisli gibi bu. 10 neçə idi, nəydi, axı. Demək istəyirəm ki, oradan keçirdim, nəzərini həmişə görürdüm, amma bu dəfə nəzərimə dəydi ki, uşaqlar bir qapısı var, oradan belə aparat var, yəni nəyə var, nə yox, yəni aparatla keçir. Aparatdan keçəndən sonra valideynlər də verirdi. Keçirlər. Qapıçıdan soruşdum ki, bu uşaq içəri girəndə onu yoxlamaq lazımdır və çölə çıxırsa onu niyə buradan keçirdirlər? İçəridə nə götürüb çıxarsınız ki, nə olasıdır? Qayət ki, fikirləşdi, sonra dedi, valideynlər keçirdi. Mən birinci elə məndə əsas mühansa çoxmadım. Birinci dələ dedim, verirlədim, keçdim. O gün mələk mənə yolda dedi ki, Allahın salamı, xeyri, rəhməti və bərəkəti hər birinizin üzərinizə olsun. Mələklə cümləmizin də amindir. Mələk mənə dedi ki, nə dedim, mələk deyim, dedi ki, iynələnmişəm də, psixatrik dərmanlar, iynələr mənə 15 ildir tətbiq edirlər ara sıra. Ona görə beyində quruma gedir bu psixatrik dərmanlardan və məktəb vaxtı yaxşı olmuşamsa, babası olmuşamsa da, yəni oxuyan olmuşam, bir müəllimim də o vaxt deyir ki, sevincə bütün üstün qapları üzünə atdıqdır. Yəni çox da yox, kəllə deyirlər, ondan da yox, axır ki, beynin uşağıydım. Amma ki, indi o psixatrik dərmanlara görə bu gündəsən sonra mələk mənə dedi ki, yolda dediyini mən sonra gəldim, oradan bildim ki, mələk nə dedim cavab, onu demək qısa. Dedim ki, valideyni içəri girəndə yoxlamaq lazım, çölə çıxanda yox. Allah hamımıza yar və yardımcı olsun deməzlər. Allah'a yar demezler, Allah'a sevgili Allah demezler, mahnılarda var. Güzeller güzel demezler, o elə mahnılarda var. Əslində Allah'ı sevmək üçün sevərəkdən deyilir, amma olmaz. Sonra Allah'a eşkin var demezler. Neyse, nə deməksən. Allahla və Peyğəmbərlə başqalarıyla danışdığımız kimi danışa bilmərik. Allah'ımız yar və yardımcı olsun demirəm. Yarı, yəni bu Allah'a aid deyil. Allah, nəsə, axır ki, sonra Allah yardımcımız olsun, amin. Allah bizimle olsun, amin. Bütün güc qüvvət yalnız Allah'a məxsus. Allah Bəqərə surəsi 255-ci ayədə deyir ki, Allah öz elmindən istədiyi qədər adına bəxş edər. Aslında da ayətəl kürsüdə. Mənası oldu həm. Şükürlər olsun.